Tacikistan, Qırğızistan və Özbəkistan prezidentləri Emomali Rəhmon, Sadır Japarov və Şavkat Mirzoyev martın 31-də Xucand şəhərində keçirilən birinci üç tərəfli samitdə üç ölkənin dövlət sərhədlərinin birləşməsi qovşağı haqqında saziş, eləcə də əbədi dostluq haqqında Xucand bəyannaməsini imzalayıblar. Hər üç ölkə mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsinin, infrastruktur və iqtisadi layihələrin birgə həyata keçirilməsinin, regionun turizm imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər sözü gedən sənədə istinadən regional sabitlik və əməkdaşlığa sadiq olduqlarına, xalqlar arasında əlaqələri gücləndirmək kimi ortaq məqsədlərini bir daha təsdiq ediblər. Özbəkistan və Qırğızistan Türk Dövlətləri Təşkilatı üzvləridir. İndiki məqamda Türk dövlətləri arasında siyasi mədəni bağlar yeni mərhələdə inkişaf edir. Türk birliyinin möhkəmləndirilməsinə xidmət edən məqsədlər isə qarşıya hədəf olaraq qoyulub. Digər tərəfdən bölgədə yaranan yeni reallıqlar da yeni regional əməkdaşlıq modelinin formalaşdırılmasına zərurət yaradır ki, bu istiqamətdə də lazımi addımlar atılır. Geosiyasi proseslərlə istər belə deyək də ayaqlaşmaq üçün, burada söz sahibi ola bilməkdən ötürü yeni konfigurasiyalara, yeni əməkdaşlıq formalarına və yeni çalışmalara çox ciddi zərurət var. Türk Dövlətləri Təşkilatı təmsilçiləri olan dövlətlər, onların rəhbərləri və müxtəlif rəsmi qurumların təmsilçiləri hər zaman bu istiqamətdə müzakirələr aparırlar. Hesab edirəm ki, təşkilatın bu istiqamətdə həyata keçirdiyi çalışmalar müsbətdir və yeni siyasi situasiyalara, geosiyasi proseslərə uyğun olaraq addımların atılması da zəruridir. TDT üzvləri mövcud iki tərəfli və çox tərəfli əməkdaşlığın yüksək səviyyəsini nəzərə alaraq təşkilatın müqavilə hüquq bazasının genişləndirilməsi və möhkəmləndirilməsini dəstəkləyir. Nəzərə almalıyıq ki, üzv dövlətlərin yerləşdiyi coğrafiya həssas və dünya güclərinin diqqət mərkəzində olan regiondur. Elə buna görə də burada təmsil olunan ölkələrin müdafiə potensialının gücləndirilməsinə ciddi əsas var. Unutmaq olmaz ki, aləmiz Türk dünyasıdır və biz də Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirməliyik. Türk dövlətlərinin nə Avropada, nə Rusiyada, nə Amerikada, nə hər hansı bir başqa bir təşkilat və bölgələrdə və dövlətlərin yanında yerinin olması bir problem kimi görülür. Yəni açıq desək, Avropa Birliyi və digər qurumlar, dövlətlər, strukturlar, təşkilatlar Türk dövlətlərini öz yanlarında görmək istəmirlər. Yalnız bir müstəmləkə kimi, belə deyək də, hansısa formada, ən yaxşı halda bu şəkildə görürlər, yeni neo-müstəmləkəçilik formasında. Ona görə də biz öz milli maraqlarımızı qorumaqdan ötürü və biz öz dövlətçilik maraqlarımızı qorumaqdan ötürü Türk Dövlətləri Təşkilatında birləşməyimiz, bu təşkilatı da regional, qlobal gücə çevirməyimiz, bu istiqamətdə də müxtəlif əməkdaşlıq formatlarını fikirləşməyimiz və gerçəkləşdirməyimiz vacibdir. Bu bir həqiqətdir ki, xarici təzyiq və maneələrə baxmayaraq Türk Dövlətləri Təşkilatı öz hədəflərinə doğru irəliləyir. Bu baxımdan şübhə yoxdur ki, Türk əsri çağırışı fonunda işə düşən çevik qərar mexanizmləri Türk Dövlətləri Təşkilatını qlobal xarakterli məsələlərin həlli platformasına çevirəcək.